Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Bugün kanalımızın növbəti podkastında karyera planlaması haqqında danışacağıq. Əgər bu mövzu da sizə maraqlıdırsa, yaxın oturun, başlayırıq. Hamımız həyatımızda irəliləmək, inkişaf etmək və daha yaxşı versiyamızı olmaq istəyirik. Amma bu yola necə başlayaq? Bu yolda bizi nələr gözləyir? Nə zaman başlayaq və nələr edək deyə suallarla da rastlaşırıq. Karyerada motivasiya lazımdır, ancaq motivasiya ilə bağlı bir davamlı proses var, disiplin deyilir ona. Bunun haqqında öz bilgilərimizi və təcrübələrimizi sizinlə bölüşəcəyik. Bu mövzunu da müzakirə etmək üçün bugün şəxsi inkişaf mentoru, gənclərlə iş sahəsində təcrübəli bir şəxs, yüzlərlə tələbələrə, gənclərə mentorluq etmiş şəxs Hümay xanım Qasımlını qonaq olaraq dəvət etmişik. Xoş gəlmisiniz Hümay xanım. Çox sağ olun, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Biz sizə təşəkkür edirik. Bugün karyera planlaması haqqında danışacağıq. Hər bir gənc, ya universiteti yeni bitirən gənclər, mərkəzi, yəni kursları bitirən tələbələr, gənclər karyeralarına hardan başlayacaq deyə suallar yaranır onların beynində. Çətinlik çəkirlər, hansı addımı atsınlar? Belə suallarla biz rastlaşırıq. Həmin sualları da bugün cavab verməyə çalışacağıq, təcrübələrimizi bölüşməyə çalışacağıq. Hümay xanım, ümumiyyətlə karyera planlaması nədir? Karyera planlaması mənə görə ümumiyyətlə biz karyera mentorları və mentorlar ilk öncə şəxsin özünü daha yaxşı tanımasıdır əslində. Biraz belə fərqli səslənə bilər, lakin karyera və özünü tanımaq, bəli, çox əlaqəlidir. Çünki özünü bilməyən, özünü tanımayan, öz zəif tərəflərini, güclü tərəflərini, hansı bacarıqlar onda yaxşıdır, hansılar yaxşıdır, bunları bilməyən, fərqində olmayan insan öz karyera planlamasını edə bilmir. Niyə? Çünki öz təcrübəmdə də bundan çox rastlaşmışam. Gənclər bir yola başlayırlar, məsələn, çox həvəslənirlər, motivasiya gəlir onlara. Mən bu yola başlayıram, bu kursa gedəcəm, nəticədə bu olacaq. Və kursa gedirlər, ümumiyyətlə kursun ortasında artıq o motivasiya düşür. Çünki motiv yoxdur, o məqsəd yoxdur ki, ona uyğun davamlı disiplinli şəkildə getsinlər və ona görə də artıq bir də baxırlar ki, yolun sonunda heç xoşbəxt deyillər. Yəni bu yol onların yolu deyil, başqa bir şəxslər. Bəli. Ona görə də artıq tamam fərqli bir istiqamətə gedirlər. Ümumiyyətlə çox mənfi nəticələr alınır. Çox çətinliklə özlərini tapmağa fokuslana bilmirlər. Bu çox böyük ciddi bir problemlər yaradır. Ona görə də karyera planlaması deyiləndə ilk öncə insanın özünü tanıması. Yəni o hansı sahədə yaxşıdır. Ümumiyyətlə şərt o deyil ki, bizi ümumiyyətlə belə bir şey, belə deyim də, yönləndirilir ki, uşaqlıqdan mı deyək və yaxud da ki, yeniyetmə dövründən. Hər kəs ya müəllim olmalıdır, ya həkim olmalıdır, ya müxtəlif sahələr. Amma belə bir şey yoxdur. Bəs belə bunlar hamı belə sahədə olsa, o zaman bu ölkənin digər sahələrində olan şəxslər kimlər olacaq? Yəni əsas odur ki, olduğumuz sahəni sevə bilək və o sevgidən sonra zaten inkişaf gəlir. Bunun da təməli özümüzü bilmək və tanımaqdır. Yəni mənə görə karyera planlaması ilk öncə özümüzə agah olmaqdan başlayır. Hansı bacarıqlar, nə istəyirik, hansı sahəni sevirik. Mən xatırladım, siz dediniz, uşaqlıqdan həmişə bizim vaxtımızda mellər var idi, markerlər yox idi. Divarlara mellə yazı yazırdım, çubuqla uşaqlara dərs keçirdim. Müəllim olmağı çox sevirdim. Öyrətməyi sevirdim. Bəli, öyrətməyi çox sevirdim. Ancaq böyüdükcə valideynlər istiqamət verdi ki, yox, müəllimlər çox danışır, başları ağrıyır. Dəyişdilər qrupu, mühasib olaraq formalaşdılar. Mühasibatlığı da sevdim. Amma yenə görsə öz sevgim var deyə öyrətməyə daha çox meyləndim. Və bu illərlə olan sevgimi, o qəlbimdə qalan sevgimi özümü tapdım, həmçinin öyrətməkdə onu yanaşı apardım. Sevgi olanda siz dediyiniz kimi, insan o sevginin arxasınca o hədəfinə çatmaq üçün planlaması da olacaq. Əla. Bəs belə başlayaq deyək ki, Hümay xanım, gənclərin bu dediyiniz kimi buraxdığı səhv budur ki, ən birinci nəyi istəyirlər, bacarıqları nədir, sevgiləri nədir, onu seçməlidirlər. Müəyyən bir müddət kimdəsə hansı peşəni görürlər, həvəslənirlər, motivasiya müvəqqəti və bəzən məsəl üçün filan peşədə maddiyyat yaxşıdır, ona həvəsli fokuslanırlar, sonra həvəsdən düşürlər. Bu birinci səhvləri bəli budur ki, düzgün özlərini tanımalıdırlar. Şəxsi inkişaf dedikdə bəs hansı addımı ilk olaraq atmalı? Yəni şəxsi inkişaf necə bilsinlər ki, tələbə şəxsi inkişaf nədir? Bəzən
pul artımında, maddi inkişafda da şəxsi inkişaf görürlər. Bəs da ümumiyyətlə şəxsi inkişaf nədir? Aha. Gəlin belə bir şey deyək, siz çox yaxşı qeyd etdiniz. İlk etdikləri səhvlər özlərini daha yaxşı tanımamaqlarıdır və bundan əlavə etdikləri səhvlər çox zaman tələsməkdir. Çox səbirsiz yanaşırlar prosesə ki, mən bilmirəm də sizdə necə olub, şəxsən özümdən deyə bilərəm ki, bu məndə də belə olub. Yəni bir yola başlayanda nəticəni çox tez görmək istəyirsən ki, bu nəticəni görüm ki, məndə bu belədir. Amma əslində qalarsa, elə inkişaf prosesinin özündədir. Yəni tələsəndə ümumiyyətlə çox da yanlış qərarlar verə bilərik. Sonra etdiyimiz yanlışlar nələrdir? Düşünmədən, analiz etmədən hər hansı bir qərar veririk. Burada müxtəlif faktorlar olur. Məsələn, sosial mediada kimlərsə siz dediyiniz kimi görürük. Aha, çox yaxşı maddiyyat var bu sahədə, bu insan bu yerə gəlib, amma o insanın bu yerə gələnə kimi keçdiyi yolu kimsə çox da bilmir. Ona görə hər zaman deyirlər ki, arxa planı bilmədən. Şəxsən bir zamanlar mənim özüm, yəni belə çəkməyə, çəkilişə marağım var. İndi özündədir. Yəni video editləməyə falan sevirəm. Bu öz, yəni bacarıqlarım əsasəndir. Bir ara olurdu ki, məsələn, kimlərsə ola bilər bəlkə gələcəkdir. Amma sonra məsələn bəzi dostlarım var, onlar bu sahədə çox professionaldılar. Arxa planlarına baxıram, görürəm ki, yox, mən o yolda, yəni bu mənim yolum deyil. Mənə xas deyil. Sanki məsələn S razmeri gedib biz XS geyinirik. Yəni bu artıq bizə xas olmayan bir şey olur və şəxsi inkişaf necə? Gənclər bunu hiss edirlər ki, onlar şəxsi olaraq inkişaf edirlər. Bəli, şəxsi inkişaf əlbəttə ki, müəyyən qədər o getdiyimiz yolda biz onsa şəxsi inkişaf elədikcə o maddiyyat da gəlir bizə. Yəni o karyera sahəsində də uğur əldə eləyirik. Amma şəxsi inkişaf ilk öncə bayaq qeyd etdiyimiz kimi özümüzü biləndən sonra olduğumuz sahədə etap-etap inkişaf eləməkdir. Yəni bəli, xarakterimizdə artıq dəyişikliklər. Zaten bilirsiniz, o addım-addım inkişaf daha keyfiyyətli inkişaf olur sonunda. Bəli, eynən. Məsələn, ətrafımız dəyişir, bizim bir çevrəmiz olur və biz yeniliklərə açıq oluruq, artıq başqa bir şəxs oluruq. Çünki özümüzü müşahidə edirik, duyğularımızı, düşüncələrimizi, öz davranışlarımızı müşahidə edirik və özümüzə səmimi olmağımız. Mən həmişə gənclərə deyirəm ki, gəlin özümüzə səmimi olaq. Biz hər kəsi aldada bilərik, bu çox rahatdır. Hələ bədən dilinə belə agah olan bir insan rahatlıqla kiməsə necəsə aldada bilər. Amma günün sonunda özümüzə səmimi olmağımız lazımdır ki, mən bu gün ümumiyyətlə nə etdim, xarakterimdə nəyi dəyişdim. Yəni mənim ətrafımdakı insanlar kimlərdir? Çünki biz belə bir yəqin ki, siz də bunu bilərsiniz. Bizim hər birimiz ətrafımızda olan 5 insanın toplamından ibarəti. Bəli. Nə vaxt ki, artıq gənclər görürlər ki, daima münasibətdə olduğu insanlar onlara deyir ki, sən nəsə elə bil belə daşqıcı olmusan, nəsə elə bil dəyişmisən. Əvvəl kimi bu artıq inkişafın bir levelıdır. Daha sonra davamlı inkişaf artıq bizdə başlayır. Aha, mən bunu elədim, bunu da eləyim. Düşüncədə dəyişiklik yaranır. Tutaq ki, Gültəkin xanım, nə yaxşı əla belə bir uğuru var. Bunu deməkdən savayı, Gültəkin xanımdan öyrənim görür, necə bu yolu getdi, hansı belə deyim də mərhələlərdən keçirib bu yerə gəldi. Bəli, təcrübədir ki, bizim o qədər zamanımız yoxdur ki, ancaq özümüz təcrübələrimizdən nəticə çıxaraq, başqalarının təcrübəsindən nəticə çıxartmağı bacarmalıyıq, bölüşməliyik. Məsələn, onu mən özüm də, yəni tez-tez baxıram uğurlu insanlara, təcrübələrdən yararlanıram, soruşuram, məsləhət alıram. Bəli, bunun nəticə çıxartmaq yaxşıdır və çevrə də siz dediyiniz kimi çox böyük təsir göstərir ki, gənclər düzgün çevrə seçməlidirlər, ətraflarında düzgün şəxslər olmalıdır ki, onlar bir istiqamətə baxa bilsin, eyni mövzuları müzakirə edə bilsinlər. Bəli. Daxilən başlamalıdır bu şəxsi inkişaf ki, onların artıq karyeralarında da düzgün addım atmalarına səbəb olsun. Eynən. Aha, əla. Bir gəncə verə biləcəyiniz ən dəyərli və ilk məsləhət nə olar? Bir gəncə verə biləcəyim, o hamımızın qəlbində bir istək olur. O belə qığılcım olur nəyəsə. Hətta bununla bağlı son zamanlarda araşdırmalarında da bunun belə nəticəsini görürəm. Uşaqlıq dövründə nələrləsə məşğul oluruqsa biz, o məsələn oyun oynayanda və s. nəyə marağımız olursa, əslində qalarsa biz eləyən elə o bacarıqlar olur. Mən özümü də xatırlayanda əslində siz qeyd eləmişdiniz, bəs müəlliməlik eləyirdim, atırdım kimlərsinizsə. Bunu mən də çox eləmişəm və indi özümdən də insanlara öyrətməyi və nəsə toxunmağı çox sevirəm. Yəni insan həyatına toxunmağı. Uzun sözün qısası o iç səslər olur, qəlb səsləri olur ki, kimlərsə danışarkən o səsi
o səsi susturmasınlar. Əslində o səs doğru deyil. Əlbəttə ki, heç nə o qədər də asan deyil. Yəni nə, xüsusən də bu cəmiyyətdə biz hər kəsə belə onların reaksiyalarına qarşı susuruq və içimizdəki insan istədiyini etməyə yönəlirik. Bu istər valideynlərimiz ola bilər, istər ətraf mühitimiz, lakin mənim həmişə dediyim kimi qarşı çıxmaqla heç nə həll olunmur. Əsas odur ki, qızıl ortanı tapa bilək və bu da təcrübədir. Yenə deyirəm, bizim gənclərin etdiyi ən böyük səhv, baxırlar tutaq ki, Humaya, Gültəkin xanıma, deyirlər ki, mən də belə olmaq istəyirəm. Amma biz belə olmaq üçün bir yol keçmişik də, yəni bu yolu unudurlar. Göstərdiyimiz tərəfi görürlər deyə, onun asan əldə olunduğunu və elə ilk addım olmaq istəyirəm də belə olacaq deyə düşünürlər. Bəli. Amma məsəl üçün məndə bir 10 il var. Və görürsüz ki, 1, 2 ildir, 3 ildir artıq mən tək şəxs olaraq bu artıq işdə peşəkarlaşıb öz ayaqlarım üstə durmağı bacarmışam. Çünki səbir və addım-addım bir öz yolum var. Bəli. Həmçinin də sizdə. Eynən. O çox önəmlidir. Çünki öz xarakterimizdə özümüzün mənfi tərəflərlə üzləşirik, kölgə tərəflər deyə tərəflər var, onlarla üzləşirik və səmimi olmaq asan bir şey deyil o qədər də. Yəni olur ki, o iç səsinə inanıb, karyerada da əsas budur. Onu tapsınlar ki, mən hansı sahədə getmək istəyirəm və mən bu sahədə nələr etmək istəyirəm və belə olanda artıq yol gedərkən, məsələn, biri var ki, hər hansı bir kursa getdi, kursu bitirdi. Çox zaman gənclər deyir ki, okey, nə olsun, bitirdim də, yəni. Çünki bilmirlər axı bu onu hara aparır. Tək kurs işə başlamaq üçün və həmin biz olmağımız üçün tək yol deyil, tək addım deyil, kifayət deyil. Davamlı olaraq araşdırmaq, daha təcrübəli şəxslərlə danışmaq, hətta burada bunu özü bacarmayan şəxslərə, gənclərə mənim tövsiyəm, bir sıra layihələr var ki, daha kiçik bir maliyyə ilə onlar mentor dəstəyi ala bilərlər. Özlərinin keyfiyyətlərini sorğulandıra bilərlər və nə istədiklərini, məqsədlərini qarşılarına necə qoymaqlarını müəyyənləşdirə bilərlər. Odur ki, yəni o biləndə ki, bu sahə onlara aiddir. Bu yolu gedəndə, əziz gənclər, siz onda düşsəniz də, belə çox pis hiss etsəniz də, yorulsanız belə, biləcəksiniz ki, bu sizə aid bir yoldur. Yəni başqasına aid bir yol deyil. Yəni mənim ən böyük tövsiyəm hər zaman kimlərinsə istəyi yox, sizin öz istəyinizin olması çox önəmlidir ki, onda. Bəli. Onda artıq hətta bu sahədə fərqlənən insanlardan belə ola bilirik. Məsələn, çox zaman gənclərlə mən söhbət zamanı, bəlkə də dinləyənlərdə bu problem ola biləcək. Söhbət edirik ki, məsələn, deyir ki, mən bir səhifə açıb gənclərə öz tövsiyələrimi vermək istəyirəm, öz keçdiyim yolu və yaxud da ki, xaricdə təhsil alıb, xaricdə təhsil gedən yolda hansı çətinliklərlə üzləşibsə, onlar haqqında danışmaq istəyir və deyirəm, yaxşı, bəs bunu eləmək üçün nədir sənə əngəl? Axı, Humay xanım, çox adam bunu eləyir. Mən eləsəm də nə olacaq ki? O zaman, yaxşı, hamı bu tərəfdən gedir, sən bu tərəfdən gedib öz fərqini ortaya qoy. Yəni, öz fərqimizi ortaya qoyanda əslində daha fərqli olur. Bu mənim özümə də aid, mən özüm də illər əvvəl öz səhifəmi açıq elan eləyəndə çox tərəddüdlərim var idi və mənim bir dostum mənə qayıt dedi ki, Humay, hər kəsin bir rəngi var. Yəni, okey, rənglər eyni ola bilər, amma çalarlar fərqlidir də. Yəni, sən o rəngi əsas odur ki, ortaya çıxar ki, sənin fərqin ortaya qoyulsun. Həqiqətən də sizin öz rənginiz var. Çox sağ olun, təşəkkür edirəm. Həm səhifənizin, dəstək xəttinizin, nitqlərinizin, çıxışlarınızın, hekayə bölümündə olan paylaşımlarınızın, hiss emosiyalarınızı o qədər dərindən və səmimi şəkildə çatdırırsınız ki, o qədərlərin arasından seçilirsiniz. Həqiqətən seçilməyə bacarsınız və enerjini də oradan ötürə bilirsiniz. Canlı görünməsə də, canlıdan biz bugün onun daha 2 qatını aldıq mən şəxsən. Yəni siz hətta onu sosialdan, ekranın o biri tərəfindən də o enerjini ötürə bilirsiniz. Ona görə həqiqətən insanın öz sevdiyi peşəsi və içdən səmimi yanaşması, öz rənginin olması çox mütləqdir. Bütün sahələrdə, mənim də sahəmdə yüzlərlə, minlərlə var, yəni eyni yolda olandan rəqiblər olur, yəni yoldaşlar olur. Bu normaldır, amma hərənin öz yolu, öz rəngi olması təbii ki, vacibdir. Bu da bunda gənclərimiz nəzərlərinə çatdırsınlar ki, ilk uğursuzluqdan və ilk qarşılarına çıxan maneədən öz hədəflərindən heç vaxt vaz keçməsinlər. Hər zaman dediyim sözdür ki, xəyallarınızı sevin, mütləq sizi öz xəyallarınıza çatdıracaq sizin öz gücünüz. Heç kim yox, öz gücünüz və bu yolda özünüzə seçdiyiniz dəstəkçi insanlar, mentorlar, təhsilinizi artırmaq üçün kurslar sizə təkan verəcək. Əsas odur ki, sizin öz gücünüz burada önəmlidir.
Aha, Bir də mən buyurun. bir şey demək istəyirəm gənclərə. Deməli, bəzən gənclər çox zaman deyirlər ki, söhbət ərəfəsində, axı bunu eləmək məndə alınmır, bunun üçün mənim şəraitim yoxdur və s. Bəli. O zaman mənim həmişə bir sözüm var. O zaman ürəkdən istəyin. Mən buna inanıram. Bu o demək deyil ki, belə bir sehr olur və hər şey qaydasına düşür. Xeyr, sadəcə olaraq nəyisə ürəkdən istəyiriksə əgər, bir də baxırıq ki, bir neçə müddət sonra bədən hərəkətə keçir. Bəli, həm də o hadisələri səndə yarada biləcək insanlar sənin qarşına çıxır. Öz təcrübəmdən deyim ki, mən illər əvvəl, yəni mən həmişə belə şəxsi inkişaf, özümü təkmilləşdirən, mən indin özündə belə özümü təkmilləşdirirəm və özümü daha dərindən tanıyıram və özünü tanıma yolu siz də bilirsiniz ki, çox dərin bir yoldur. Bir ömür davam edən bir yoldur. Amma xatırlayıram ki, öz ətraf mühitimdən çox narazı idim və başa düşmüşdüm ki, əslində qalırsa mən də onların bir parçasıyam. Və o zaman çox ürəkdən istəmişdim ki, mən artıq ətrafımda məni çox davranışlarıma görə mi deyim, getdiyim yola görə qınamayan insanlar istəyirəm və hətta bəzilərində artıq mən yavaş-yavaş uzaqlaşmaq istəyirəm. Amma mübahisəsiz və çox sakit formada. Bunu ürəkdən istəyəndən sonra artıq elə şəraitlər yaranır ki, hansı bir insan gəlir və o insan sayəsində sənin başqa bir yolların açılır. O zaman gənclər ürəkdən istəyin ki, mən bunu dəyişmək istəyirəm. Onu izləyin, baxın, görün necə fərqli yollar açılacaq və o step by step artıq baxacağıq ki, daha fərqli bir insana doğru gedirik. Əla. Və gənclərdə biz görürük, işləyirik gənclərlə, siz də öz sahənizdə, biz də öz sahəmizdə. Bayaq qeyd etdiyiniz kimi çox həvəslə başlayırlar, amma ortasında çətindir. Sizcə mən bunu bacaracağam? Məsəl üçün, sizcə mən mühasib ola biləcəm? Mən şirkəti batıracağam, belə mənfi fikirlərə düşürlər. Bunun üçün də nəzərlərinə çatdıraq ki, onların hər kəs bu yoldan keçir. Özünə inanmaq adi bir söz deyil. Özünə inanmağı daxilən hiss etmək lazımdır ki, həqiqətən insan özünə inanda və siz dediyiniz kimi ürəkdən istəyəndə hərəkətə keçirir və onu yavaş-yavaş bacarır. İlk addımda heç bir böyük bir uğur, böyük bir addım və böyük bir karyera olmur. Karyera zaman-zaman öz gücümüzə inanaraq olur. Əziz gənclər, bunu da yadımızda saxlayaq. Və Humay xanım, gənclər universitetdə oxumağı özlərinə yük bilirlər. İmtahanlarım var, universitetə gedəcəm. Universiteti bitirəndən sonra baxırlar ki, bitiriblər, amma iş yoxdur. Yoxdur heç nə. Artıq 23-24 yaşında başlayırlar. Sizcə bu gec deyil başlamaq üçün? Əslində gecdir. Düzdür, insandan insana dəyişə bilər, amma müasir dövr üçün bəli gecdir. Gültəkin xanım, mən özüm Paşa Holdingin əlaçı təqaüd proqramında da mentor kimi fəaliyyət göstərirəm və orada biz hər il 110 gənclə çalışırıq. Mən baxıram ki, məsələn, o insanların təsəvvür edin ki, tələbə 2-ci, 3-cü kursdur. Artıq o şansdır. Bizim zamanımızda o qədər yox idi. Çox gözəldir. Şəxsi inkişaf, nə istədilən bilməklər və mən baxıram 3-cü kursdur. İnsanın IELTS-ı F3, F7-ni siz daha gözəl. F9 belə baxıram deyirəm ki, aha yaxşı. İndi karyerasında müəyyən bir yol getmiş bir şəxs, məsələn, mənim öz iş yoldaşlarım var ki, heç mühasiblərdə o sertifikat yoxdur, yəni. Bir baxıram hal-hazırda bazarda, yəni yaxşı bir rəqabət var. Ona görə gec başlamaqları bəli, onları biraz yora bilər. Amma okey, artıq olan olub keçən gün baxıb, başlamaqdır. Amma əsas odur ki, lap universiteti bitirən 4-cü kurs, 3-cü kursda, 2-ci kursda yavaş-yavaş bunlara başlamaq lazımdır. İstər təcrübə proqramları, istər könüllü fəaliyyətləri, istər kurslar və hətta burada məsələn şərt o deyil ki, okey, mühasibatlıq oxuyur bir şəxs, gedib sırf mühasibə ilə bağlı bir yerdə olmalı. Təcrübə qazanmaq üçün, bir komandadakı işi görmək üçün, karyera həyatımıza görə uğurlu olmaq istəyiriksə, mütləq şəkildə biz bir komandada olmalıyıq. Bu ola bilər hər hansı bir təşkilatın könüllü fəaliyyəti. Bəzən gənclər deyir ki, yox, vaxtımız yoxdur, alınmır, belə siz dediyiniz kimi, amma oranın insana qatdığı dəyərlər mi deyək, bacarıqlar çox önəmlidir. Çünki bilmirəm bu artıq texnologiyanın inkişaf etməsi ilə bağlıdırmı? Mən bunu çox düşünürəm və analiz edirəm. İndi hal-hazırda o Z nəslinin 2005-6-ları ilə daha çox çalışıram öz karyera iş fəaliyyətində və insandan çoxu belədir, belə donuq. Yəni elə ki, bir təlimat verirlər, ancaq belə deyirəm, uşaqlar robotlaşmayaq, daha bir və baxıram ki, işlədikcə inkişaf var. Yəni bu tərəflərimizin inkişafı üçün təcrübə proqramları, belə könüllü proqramlar çox vacibdir. Çünki ünsiyyət bacarıqları çox önəmlidir və yumşaq bacarıqlar dediyimiz, soft skillslər dediyimiz, bunlar çox-çox önəmlidir ki, bunları biz ancaq burada öyrənirik və təsəvvür edin ki, mənim olub təcrübəmdə belə şəxslər ki, şəxs çox yaxşı universitetdə təhsil alıb, xarici universitetlərdə
Amma gəlir iş fəaliyyətində komanda ilə işdə və ünsiyyət bacarıqlarında çox böyük çətinlik yaşayır və o qədər özünü doğru ifadə edə bilmir ki, çox böyük bir mübahisələr və belə fərqli yerlərə gəlib çıxır məsələlər. Bu həmçinin özümüzün karyer həyatında böyük ehtimal ki, siz də belə şeylər görmüsünüz. Odur ki, gecikmiş sayılırlar, bəli, amma bəlkə də bu podkastı dinləmək də onlar üçün bir mesajdır. Hardansa başlamaq lazımdır. Bəli, başlamaq lazımdır. Gecikmə məsələsinə niyə toxundum? Çünki olur tələbələr 17 bizim mərkəzdə 17-18 yaşında soruşursan planını, məsələn bitirəndən sonra nə edəcəksən? Deyir hələ oxuyuram da, qoy oxuyum, bitirim, tələbəyəm, ondan sonra fikirləşəcəm. Belə yanaşırlar, təəssüf ki. Sertifikat alsın deyə oxuyurlar. Amma öz inkişaflarına özləri üçün planlama belədir ki, hələ oxuyuram da, oxuyub bitirəndən sonra olacaq. Oxuyub bitirəndən sonra gəlirlər ki, mənim yaşım keçib öyrənə bilmirəm və belə əzbər problemləri olur, yadda qalmaq problemləri olur. Bəziləri təbii ki, bu hamıya aid deyil. Amma 50-55 yaşında öyrənməyə gələn tələbələr də var. Sahəsində təkmilləşmək istəyirlər. Onların həvəsi, bacarığı, motivasiya çox yüksək şəkildədir. Ona görə əsas təbii ki, addım atmaq və başlamaqdır və addım atdıqca da o daimi olmaq istəyir, artıq davamlı bir prosesə qədəm qoymuş olur. Bir yenilik qatmaq istəyir insan. Bəli, əla, düzdür. Və məsəl üçün bizdə ən axırıncı forumda, mən danışa bilmirəm forumunda, spikerlər arasında var idi 19 yaşlı Murad Ümbətov. Çox qəşəng çıxış elədi. Hətta o Sumqayıt Dövlət Universitetinin Natiqli klubunun rəhbəridir. Çıxışı məsələn yadda qalan çox qəşəng idi. Özünü ifadə etmək, onun Natiqli klubu var, tələbələrlə gənclər təşkilatında üzv olaraq çox yaxşı gəncdir. Elə gəncləri də görəndə sevinirik. Əlbəttə. Bəli, bir davamlı olmasını istəyirik ki, məsəl üçün artıq öz karyera planlamasını qurub və bilir ki, məsəl üçün təlimçi olacaq, spiker olaraq çıxış etmək istəyir, səhnə sevir. Ona görə artıq yaşa baxmadan gecdir, tezdir. Əsas düzgün nə istəyirik, özümüzü nə istəyirik, harda görürük, tapırıqsa sevib başlamaqdır. Bəli, çox önəmlidir. Bəli, burada belə bir şey deyə bilərəm. Keçən dəfə ingilis dilində bir esse yazanda mövzu o idi ki, yəni müəyyən qədər yaşı artmış şəxslər ingilis dilini daha çətin öyrənirlər və gənclərdə isə daha, yəni uşaq vaxtından öyrənmək daha yaxşıdır. Belə bir müzakirə idi. Nəticədə məsələn belə deyim də, o dirsə daha belə yaşı artıq bir yerə çatmış şəxslər motivi daha yaxşı olur, yəni daha həvəsli olurlar. Əslində bu da elə başlayır nə istədiyimizi bilməkdən. Həmin o tələbələr, bəli, və ona görə də yolun çətinliyinə onlar razıdırlar. Bilirlər ki, yol boyu onlar olsa hər şey rahat olmayacaq. Amma həmin gənclərin burada müəyyən bir sorğulamalar keçirdi. Ona görə mən həmişə gənclərlə çalışdım. Mütləq onlara o bəzi 3-4 sualım var ki, o sualı verirəm. Bax özün sən nə istəyirsən? Məlum olur ki, əslində mühasibatlığı oxuyur, amma insan heç başqa bir yerdə olmaq istəyir. Yəni budur məsələ. Elə buna görə də kimlərinsə təkidi ilə, kimlərdənsə görüblər ki, aha gediblər, mən də o yolu gedim və bu həqiqətən də mənə görə çox bərbad bir hissdir. Və budur elə onlara elə istəyirəm. 40 yaş üzəri xanım bir tələbəmiz var, dil ədəbiyyat müəllimidir, amma gəlib mühasibatlığa deyir, mən həmişə hesablamaq istəmişəm. Görürsüz, bax öz istəyinin bəli, amma humanitar fənnə yönləndirilib ki, əvvəllər bu daha çox idi yönləndirim, amma yeni gənclər siz demir, yəni sərbəstdirlər, şanslıdırlar, seçimlər var. Yəni indi inkişaf etmə, şəxsi inkişafla məşğul olmaq daha asandır. Yollar və seçimlər çoxdur. Amma seçim etmək də biraz çətin olur. Seçimlər çoxaldıqca beyin qarışır. Bəli, beyin qarışır. Belə bir sualım var. Son olaraq ki, bu da bizim tələbələrin verdiyi suallardan biridir. Əsasən mənim rastlaşdığım suallardan bu gün sizə vermək istəyirəm. Sual atəşə tutmuşam çünki sizdən almaq istədiyimiz bilgilər çoxdur. Yeni başlayan gənclər və yaxud fərqi yoxdur yaşın, yeni başlayıblar və həyatında böyük dəyişiklik etmək istəyir. Həmin prosesdə ən çətin mərhələ hansıdır və onu necə aşmaq olar? Ən çətin mərhələ mənə görə üzləşməkdir. O dəyişikliyi niyə etmək istəyirlər ümumiyyətlə? Bəli. Və o dəyişikliyi biraz sorğulamaq ki, bu dəyişiklik həyatıma nə qatacaq? Komfort zonadan çıxmaqdır da, yəni komfort zonadan ilk çıxanda çox belə deyim, mənfi hiss edir. Məsələn, idmana başlayırıq. İdmana başlayanda ilk başlarda çox belə böyük bir ağrı olur və o ağrı sistemin dəyişməsi bizi artıq geri addım atmağa gətirib çıxarır. Ümumiyyətlə ən çətini o 20 gündə deyil, artıq bu bir 3 ayda ola bilər, bir neçə müddət ola bilər. Ən çətini əvvəlki
versiyamızı qəbul etmək, onu buraxmaq və yeni versiyaya yavaş-yavaş alışmaq. Məsələn, biz adi kiçik bir vərdiş ola bilər. Tutaq ki, həmişə yatağımızın sağ tərəfinə suyu qoyurduq və indi dəyişiklik etmək istəyirik. Monotondan çıxırıq, kiçik bir şeydə sol tərəfə qoyuruq. Bizim əlimiz davamlı olaraq gedəcək mütəmadi sağ tərəfə. Çünki biz artıq ona öyrəşmişik ki, vərdiş halına gəlibdir. Bu da elədir. Əslində bizim şəxsi olaraq inkişaf etməməyimiz, məsələn, belə izah edeyim də, tutaq ki, kimlərinsə oturub bir qrup ancaq kimlərinsə həyatını müzakirə eləyir. Artıq o yeni bir mühitə gedəndə əlbəttə ki, o tam dəyişib, içində bir belə müzakirə etmə hissi gələcək. Sadəcə özümüzə hakim olmaq, özümüzə səmimi olmaq və ən çətini də üzləşməkdir. O dəyişmək istədiyimiz insanla üzləşmək ki, sən məndə var idin və mən səni qəbul edirəm, artıq amma səni istəmirəm də, yəni yeni bir səni istəyirəm. Yəni dəyişiklikdə ən çətini bu və təbii ki, ətrafımızdakı insanların rəyləri və buna görə də çox önəmlidir ki, mühit bizim ətrafımızı bizim düşüncədə olan insanlar olsun ki, deməsinlər ki, məsələn, mən özüm illər əvvəl həm ingilis dili, həm bir çox məsələlərlə bağlı, inkişafla bağlı kurslara gedəndə, təkmilləşdirməyə istəyəndə özümü, mənə qayıdıb bəzi dostlarım deyirdi ki, nə evə lazımdır, yorulursan. Mənə də deyirlər. Hə, indinin özündə də bəzi məsələn işdə deyənlər var. Amma məsələn artıq mən elə bir çevrə formalaşdırmışam ki, onlar əksinə humay, əla. Aha, mən də bunu edirəm, gəl falan şey bir yerdə eləyə, bunu eləyə. Baxın, doğru mühit budur və təbii ki, rahatı digəridir. Oradan çıxmaqdır. Getdiyi yolu asanlaşdırır doğru mühit. Hə, yəni və ən əsası dediyim kimi bəzən gənclərin ən böyük problemi, bunu mən bir dəfə bir radioya getmişdim UNEC-də. Orada çox yaxşı bir müəllim var idi. Adını unutmuşam, amma o qədər gözəl söhbət elədi ki, bizlə. Çox gözəl bir məqamat oxundu ki, gənclər düşünürlər ki, nələrsə çox rahatlıqla. Yəni bu gənclər deməyəm, məncə insanların çoxunda var bu. Rahatlıqla belə əlimizə veriləcək. Belə bir şey yoxdur. Həm iş olsun, həm pul qazanaq, həm karyeramız getsin. Belə bir şey həqiqətən yoxdur. İnsan yüklənir, yorulur. Bir getdiyimiz yol çətin olur. Bəzən saxlamaq istəyirik, amma bilirik ki, nəticə əla olacaq. Bəli. Və hətta burada sözü dəyişə əziyyət yox, zəhmət. Zəhmət çəkən insan bəhrəsini mütləq ki görür. Sadəcə prosesdən zövq almaq lazımdır. Proses yaxşı olanda, proses insanı bəzən yorur, amma proses yaxşı olur, nəticə onsuz yaxşı olur. Əsas prosesdən zövq alaq. Nəticə etibarilə heç bilmirik nə qədər ömrümüz var və biz bir yol gedirik və məncə burada çox zaman gənclərin unutduğu şeylər əslində öz mənəvi tərəflərdə olur. Öz maraqları. O qədər fokuslanırlar karyeraya Gültək xanım. O unudurlar ki, onlar nə istəyir? Onlar ümumiyyətlə maraqları nədir? Bacarıqları nədir? Nə işlə? Yəni hər biri paraleldə getməlidir ki, siz ən azı o xoşbəxtlik və huzur tada biləsiniz. Həyatda ancaq hər şeylə ancaq əyləncədən və ya ki ancaq karyeradan ibarət deyil də. Bu balans ancaq əylənim, karyeram da olsun, pulum da olsun. Eynən. Belə bir şey yoxdur. Bunu belə qıraq, bu düşüncələrimizi qıraq qoyaq kənara. Amma deyir, sevdiyin işi görəndə iş görmürsən. Hə, eynən. Və o başqa məsələdir də. Onu da çatmaq üçün məncə artıq o 20-li yaşlar biraz o baxımdan çətindir. Düşürük, qalxırıq, vururuq. Hamımız o prosesdən keçmişik. Bəli, amma sonrası daha qəşəngdir. Bəzən deyirlər, hamımız o yoldan, o prosesdən keçmişik. Bəzən bir gündə 3 kursa, 4 kursa getmişəm. Hər kursda 2 tələbə, 1 tələbə, o tədbir, bu tədbir. Həm işlədiyim şirkətdə, həm onlayn işlər yollarda qalırdım, metrolarda, yollarda. Amma bilirdim ki, hədəfim var və ən böyük arzum bəli, ən böyük arzum idi. Xəyal edirdim hətta kursların altından ki, adlarına baxırdım, amma mənim də kursum olacaq. Mənim də şirkətim olacaq və öz tələbələrimlə işləyəcəm. Bu mən öz-özümə deyirdim. Xəyal özüm üçün xəyal idi. Amma onu enerji və sevgi ilə deyirdim. Hamının çətin bir prosesi olur. Hər şey göründüyü kimi toz pəmbə deyirlər də. Bəli. O qədər olmur. Əla, çox təşəkkür edirik sizə Humay xanım. Mən əminəm ki, verdiyiniz faydalı məlumatlar və bölüşdüyünüz təcrübələr gənclərimiz üçün çox faydalı olacaq, dəyərlidir və nəticə çıxardacaqlar. Mütləq sevgi verə biləcəkləri işi özlərini tapacaqlar, öz güclərinə inanacaqlar. Sizə bir daha təşəkkür edirik. Çox sağ olun, xoşdur. Gəldiyiniz üçün, dəvətimi qəbul etdiyiniz üçün çox xoş oldum. Çox sağ olun Gültəkin xanım. Təşəkkür edirəm ki, belə faydalı bir layihə həyata keçirirsiniz. Mən sonda bir şey demək istəyirəm ki, həmişə bu ifadəni istifadə edirəm. Sizin öz qələminiz boz olsa belə, həqiqətən istəyəndə öz dünyanızda istədiyiniz rəngi boya bilərsiniz. Yəni burada istək çox önəmlidir və dediyim kimi, əgər özünüzdə alınmırsa, çalışın ki, kimlərdənsə dəstək alın. Məncə dəstək almaq, kömək istəmək çox gözəl bir şeydir. Fayda verək, fayda ala bilək. Təşəkkür edirəm bir daha dəvətiniz üçün. Çox sağ olun. Minnətdaram, siz sağ olun. Beləliklə əziz izləyicilərimiz, növbəti bir podkastımızın sonuna gəldik. Ümid edirik ki, təcrübələrimiz və bölüşdüyümüz məlumatlar sizin üçün faydalı olacaq. Videomuzu bəyənməyi, şərh bölməsinə qeydlərinizi, fikirlərinizi yazmağı unutmayın. Hələlik.